İnşallah bugünkü cümə xütbəmiz qocalara hörmət, yaşlı insanlara hörmət haqqında olacaq. Həyata yeni qədəm qoyan hər bir insan ilk öncə zəif, aciz, himayəyə möhtac bir halda dünyaya gəlir. Görürsən, sonradan inkişaf eləyir, yetkinləşir və müəyyən bir zaman keçdikcə artıq güclənir və nəhayətində yaşa dolub, qocalıb, dünyadan köçür. Qocalıq və yaşlanmaq həyatın danılmaz bir həqiqətidir. Dünya həyatının necə fani olduğunu, insanın necə aciz olduğunu və ölümün də şəksiz, şübhəsiz olduğunu Allah Teala müqəddəs Qur'an-ı Kərimdə Yasin surəsinin 68-ci ayəsində bizə buyurur. Bismillahirrahmanirrahim. Və mən nəmmirhu ninakkissu fil xalqi əfələ yəqilun. Allah buyurur, deyir, hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik və başqa bir şəklə salarıq. Yəni, onun qüvvəsini alarıq, onun gözünün nurunu alarıq, hafizəsini zəiflədərik. O bildiklərini unudar artıq. Özünü isə, diqqət elə, bir uşaq kimi eləyərik. Daha sonra, məgər onlar dərk etmirlər ki, Allah bu qədər qüdrət sahibidir, Allah hər şeyə qadirdir, onlar dərk etmirlər. Ayənin nöqtəsinə bax, nunakkisu, bu ifadəni işlədir. Bunu dedikdə insanın uşaqlıqdakı halına qaytarılması nəzərdə tutulur. İnsan ki, yaşlandı, Allah buyurur, o ki, yaşlandı, onu artıq uşaqlıq halına qaytarır. Belə bir insan bildiklərini unudar, gücünü itirər, tez zəifləyər, həssaslığı artar və göz yaşları artacaq. Yaşlı insanlara fikir verin, görürsən, güc zəifləyir. Çox həssasdılar. Hər şeydən bəzən inciyirlər, göz yaşları artıb. Çünki Quran ayəsi dediyi kimi, insan bir növ qocaldıqca uşaqlaşır. Uşaqlıq illərinə qayıdır. Gücünü itirir. İnsan həm nemətlərin itirilməsi barəsində, həm də zəifləməsi haqqında düşünməlidir. Xüsusən cavanlar, bizim hamımızın başına gələcək. O qocalıq dövrü, zəifləmək dövrü, gücsüzlük dövrü, zehnimiz zəifləyəcək, gözümüz zəifləyəcək, bildiklərimizi unudacaq, taqətimiz zəifləyəcək. Din bizə bilirsin nə deyir? Mən çox vaxt bunu deyirəm. Bizlər uşaqlıq dövründə valideynlərimizi, böyüklərimizi necə incitmişik? Hamının uşaqlıq dövrü yadına gəlir də. Valideynlərimizi xüsusən çox incidirdik. Amma onlar bizim hər bir nazımızla oynayırdılar. Nə qədər incidirdik onları, onlar bizim nazımızla oynayırdılar. Qayğımıza qalırdılar və bizdən incimirdilər. Biz onları incidirdik, amma onlar bizdən incimirdi. İndi, bax bu günləri, gün bizim günümüzdür. Valideynlərimiz yaşlanıb, artıq gücdən düşüblər. Uşaq kimi nazlarının çəkilməyini istəyirlər. Onların qayğıya ehtiyacı var, qayğıya möhtacdırlar. Onların məhəbbətə, sevgiyə ehtiyacı var. Və bugün biz övladlar, valideynlərimizə bunu göstərək, o sevgini onlara bəxş eləyək, o qayğılarına qalaq, onlara xidmət eləyək. Yaşlılar haqqında bir dənə hədis deyim, sonra qayıdım mövzuya. Hədis buyurur ki, bir süfrədə əyləşdiniz, süfrədə əyləşən zaman qocalarla birlikdə süfrə arxasında əyləşin. Yaşlı insanlarla birlikdə süfrə arxasında əyləşin. Səbəb? Niyə belə deyir? Deyir, bu işi görmək var ha, yaşlı insanlarla bir süfrədə əyləşmək. Sizin ailəvizin bərəkətini artıracaq. Hədisə biraz diqqət eləyək. Bugün biz nə edirik? Görsən, adətən yaşlı bir insan olanda və yaxud görsən, yaşlıdır və xəstədir. Deyək, yataq xəstəsidir. Uzanıb bir başqa otaqda, süfrə vaxtıdır, yemək vaxtıdır, nə edirik? Onun yeməyini hazırlayırıq, ha? Aparırıq onun otağına. Orada onun yeməyini veririk, tək, tənha.
Sonra özümüz gəlirik başqa bir otaqda ailəvi şəkildə süfrə arxasında əyləşirik. Özümüzə nə təsəlli veririk? Birinci, ağsaqqalın, ağbirçəyin, himayəyə ehtiyac olan insanın qarnını doyuzurduq. İndi bizim vaxtımızdır. Səhv. Vallahi onun yediyində heç bir ləzzət olmadı. Üzr istəyirəm, sözüm pisdə çıxsa deyim. Sanki yediyi ona zəhər oldu. Tək tənha nə ləzzət alar o yeməkdən o? Dinimiz nə deyir? Deyir, xəstədir, yaşlıdır. Ged onun otağına süfrəni orada sər. Onun yanında sər. Əyləş ondan birlikdə o yeməklərdən, o təamlardan istifadə elə. Niyə eləyim bunu Allahım? Deyir, ailəmin bərəkətini də artıracam. Səbəb, yaşlının könlünü şad elədin. Onun üzünü güldürdün. Onu xoşbəxt elədən Allah bu işə görə sənin ailəvə bərəkət verir. Bu məsələyə biraz diqqət eləmək lazımdır. Allah-u Teala Quran-ı Kərimdə məşhur ayə İsra surəsinin 23-24-cü ayəsində buyurur. Rəbbin yalnız ona ibadət etməyi əmr etdi. Daha sonra valideynlərə yaxşılıq etməyi, onlara yaxşı baxıb, onlarla gözəl davranmağı buyurdu. Əgər onlardan biri və yaxud hər ikisi sənin yanında yaşlanıb, qocalıq yaşına yetişsə, onlara uf belə demə. Üstlərinə qışqırıb, acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına salıb dua elə. Quranda dua da var ha. Deyir, ey Rəbbim, onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, sən də onlara rəhm et. Bu ayə başdan baş elə moizədir. Bunun bir neçə nöqtələrinə toxunaq. İlk öncə ayəyə diqqət edəndə görürsən ki, Allah-u Teala öz haqqından sonra dərhal keçid eləyir valideynin haqqına. Bax, Allaha ibadət elə, vacibdir. Sonra valideynlərə yaxşı bax. Onlara gözəl qulluq elə. Canla, başla onlara xidmət elə. Bu hələ birinci nöqtəsi. Sonra nə deyir? Deyir, onlara canla, başla xidmət etdin. Onlarla yaxşı davrandın, gözəl davrandın. Deyir, onların nəvazişə ehtiyacı var. Uşaq kimidirlər? Onlara uf belə demə. Ya Rəbbim, nöqtə bu deyə. Deyir, onlara uf belə demə. İmam Cəfər Sadiq əleyhissalam bu ayənin təfsirində nə deyir? Deyir, əgər uf kəlməsindən aşağı bir dənə kəlmə olsaydı, mütləq deyir, Allah-u Teala Quranda onu əmr eləyərdi. 2 kəlmə var. 2 dənə hərfdir. Allah qadağan eləyir onu işlətməyi. Bir gün görürsən, valideyn övlada deyir də, mənə bir çay ver, mənə bir xidmət elə, filan, filan. 4-cü, 5-cidə övlad deyir, uf, bezdim. Onu sən deyirdin uşaq olanda, ata, bu nədir? Deyirdi, məsəl üçün, quşdur. 5 dəfə, 10 dəfə eyni şeyi sual verirdin. O sənə uf demirdi. O sənə can deyirdi. Bugün nə oldu? Allah qadağan eləyir, deyir, uf, belə demə valideynə. Nə deyim, ya Rəbbim? Allah deyir, can deyirəm valideynə. Can kəlməsini işlət. Valideyn nə qədər əmrlər verirsən, ona deyirəm, can. Baş üstə. Borcundur, gör nə qədər bərəkətimiz artacaq. Sonra uf kəlməsini qadağan elədi Allah, arxasınca buyurur. Onların üstünə qışqırma, onlara acı söz söyləmə, bu işi qadağan eləyirəm. Valideynə acı söz demək olmaz. Neyniyim Allahım? Onlara nəvaziş elə. Necə? Sən körpə olanda onlar sənə nəvaziş eləyirlər ha. Sənin nazından oynayırdılar ha. Sənin qayıqva qalırdılar ha. Allah Quranda əmr eləyir. Bugün sən bunu elə. Onlarla xoş davran. Ya Rəbbim, sonra neyniyim? Deyir, bununla bərabər valideynlərin üçün dua elə. Allahdan onların bağışlanmağını istə. Xoş aqibət istə. Bu dünya və axirət istə onlar üçün. Dua elə. Bax, bu günləri həyatın qanunu bundan ibarətdir. Sən valideynivə hörmət qoymasan, unutma. Hamımız valideyn indi, valideyn olmayanlara da Allah gözəl bir ailə qismət eləsin, valideyn olsunlar. İnsanın başına gələcək. Bugün sən valideynlə necə rəftar edirsən ha, sabahsı gün övladın sənə o cür rəftar eləyəcək. Bu həyatın qanunudur. O da sənə eyni hörməti qoyacaq. Bax, bir neçə müqayisəyə baxaq.
Baxın, insanıq da, insan övladı bəzən qəflətdə olur. Başa düşmür ki, namaz nə qədər vacibdir, namaz nə qədər önəmli məsələdir. Gec ayılır. Allahdan bağışlanmaq istəyir, peşmançılıqla tövbə eləyir. Namaza başlayır, qılmadığı namazların da qəzalarını yerinə yetirir. İnşallah ki, Allah bağışlayar. Oruc məsələsi. İnsanı bilməyibdir oruc vacibdir, nə qədər mühümdür, nə qədər əhəmiyyətlidir. Bir neçə müddətdən sonra ayılıbdır. Allahdan peşmançılıqla tövbə eləyir. Ya Rəbb, bağışla, bilməmişəm. Orucunu tutur, tutmadığı günlərin qəzasını eləyir. İnşallah Allah bağışlayar. Yaxud vacibatlardan xumus məsələsi. İnsan da bilməyib ki, nə qədər önəmli, vacib bir məsələdir. Allahın buyurduğudur. Müəyyən müddətdən sonra aydın olub ona. İndi xumusunu verir, köhnə vaxtlar üçün Allahdan bağışlanmaq istəyir. İnşallah ki, Allah bağışlayacaq. Ata-ana haqqı bu deyil. Ata-ana haqqı çox çətin məsələdir. Vallah, billah. Ahirətin günündə insana çox əzab verəcək ata-ana haqqı. Çox. Bu dünyada görünən kimi deyil. Bu dünyada ana nə deyir? Allahım, yalvarıram sənə. Övladıma gələn qada, bəla mənə gəlsin. Hamımızın anasının duası bu deyir. Amma ahirətin günündə bu yoxdur. Vay o gündən, ahirətin günündə valideyn bizdən narazı olar. Orada geri dönüş nöqtəsi yoxdur artıq. Bu dünyada fikir ver, anadır sənə əsəbləşər, anadır sənə bir dənə söz deyər, çox cüzi bir anın içində qərarını dəyişər. Deyər, Allahım bağışla. Övladım, məni bağışla. Bu mənada demədim. Görürsən, qarğışa meyilli deyil ama. Əsəbindən bir söz deyir, dərhal geri çəkir. Bəzən bizim el arasında da bu sözü deyirlər, ananın südü imkan verməz onun qarğışı olsun. Onunla arasıq olsun. Ananın qəlbi çox yumuşaqdır. Amma vay o gündən ata səndən narazı olar. Burada hamımız atalar qayləşmişik ya. Çox diqqətli olun. Övlada qarşı bir söz deyəndə, bir dua eləyəndə diqqətli olun. Deyir, vay o gündən ata səndən narazı olar. Bir kəlmə bu söz bəsdir. Görüm, sənin mənə verdiyin əziyyətləri övladın da sənə versin. Bu dua qəbul oldu. Bax, bu duanı ata övladı üçün elədisə qəbul oldu. Ona görə övladlar diqqətli olsun ata ilə. Ata övladlarına qarşı dua eləyəndə diqqətli olsun. Atanın duası da dərhal qəbul olur. Valideyndir. Ona görə övladlardan xahişimiz yaşlı insanlara, valideynlərin xidmətində duraq. Atanın duası haqqında bunu demişəm, qoy bir də deyim. Mələşi Nəcəfini eşitibsiz də. Anası deyir ki, hələ Mələşi Nəcəfi özü danışır. Mən uşaq idim. Anam süfrə sərdi. Mənə deyir ki, oğlum, get atavı çağır. Gəlsin süfrə başında əyləsin. Deyir, mən qalxdım yuxarı. Qapını astaca döydüm. Açdım. Gördüm, atam uzanıbdır. Gözləri də yumuludur. Deyir, bilmədim, yatıb, yoxsa mürgülüyür. Hələ istirahət eləyir, hələ özündədir huşu. Amma gözləri yumulur. Deyir, bunu bilmədim. Ananın haqqı var axı, ana əmr eləyib, ged atanı çağır. Ata da birdən yatar. Onu oyadaram, narahat eləyərəm, qalmışam iki yol arasında. Neyniyim? Deyir, dizimi qoydum yerə, atamın ayağının altından öpdüm. Ki birdən mürgülüyürdüsə oyanacaq. Yox, oyanmasa deməli yatıbdır, atanı narahat eləmək olmaz. Anaya bir yolla vəziyyəti başa salacaq. Deyir, atamın ayağının altından öpdüm, atam oyandı. Deyir, durdu, əyləşdi, ağladı. Ki, deyir, oğlum, sən ki mənə bu qədər hörmət elədin, mənə bu qədər ehtiram göstərdin. Oğlum, görüm Allah Teala sənə bu dünyada və ahirətdə ən uca məqamı nəsib eləsin. Mələşi Nəcəfi deyir, o gündən həyatım dəyişdi. Allah Teala məni haralara uzatdı. Ən yüksək məqamlara uzatdı. Valideynə xidmət vallahi, billahi cənnətdir. Cənnətin açarıdır. And ol Allaha. Bu birində deyim. Həzrəti Musanın qissəsini bilirsiniz də, deyim bitirirəm inşallah. Allahla münacət edir. Ya Rəbbəl aləmin. Mənim cənnətdəki qonşum kimdir? Onu mənə göstərə bilərsən? Allah deyir, ey Musa, get filan məntəqəyə, orada bir qəssab var. O sənin cənnətdəki qonşundur. Həzrəti Musa bu cavabdan çaşbaş qalır. Necə bir dənə qəssab cənnətdədir və cənnətdə mənə qonşudur. Soraqlaşa gəlir məntəqəyə, həmən qəssabı tapır.
Yaxınlaşır ona, özünü təqdim eləmir. Demir mən Həzrəti Musayam. Deyir mən Allah qonağıyam. Başqa bir məntəqədən gəlmişəm. Məni bu gün qonaq eləyə bilərsən? Qəssab deyir baş üstə. İndi işlərim var. Bu işləri bitirək, dükana bağlayaq, birlikdə gedək evə. Həzrəti Musa əyləşir dükanda, bu qəssabı izləyir, müşahidə eləyir onu. Görür ki, çox düzgün insandır bu qəssab. Çəkidə heç kim allatmır. Ehtiyac sahibi gəlir, əhdə ehtiyacı var, pulsuz verir. Hətta deyir, o qədər dərəcəsi var bu insanı. Allahın dilsiz heyvanları var, onları belə yedizdirir, onların belə ruzilərini verir. Və belə bir insandır. Axşam vaxt olur, artıq dükkanı bağlayır. Qəssabla Həzrəti Musa gəlirlər o qəssabın evinə. Qəssabın da deyir, bir dənə otaqdan ibarət evi var. Qəssab Həzrəti Musa yerini göstərir, deyir, əyləş, mənim biraz işim var, onu görüm gəlirəm. Həzrəti Musa ona müşahidə edir. Deyir, qəssab gəlir, tavandan asılan bir zəmbildir, onu götürür, içində bir dənə uşaq. Onun altını, üstünü təmizləyir, yeməyini verir, əyin başını dəyişir, öpür, qucaqlayır, təzdən qaldırır tavana. O tavana qaldıranda o həmən zəmbildəki bir dua eləyir. Qəssab da amin deyir və qayıdır Həzrəti Musanın yanına. Həzrəti Musa deyir, o uşaq kimdir? Çoxlu suallar eləyir, çoxlu təkid eləyir. Nəhayətində o qəssab deyir, o mənim anamdır. Onun da 100 yaşı var. Artıq çox yaşlaşdığı üçün uşaqlaşıbdır, uşaq kimi büzülübdür, bükülübdür. Deyir, onun məndən başqa heç kimi yoxdur. Deyir, mən hər gün bu haldayam. Onun altını, üstünü təmizləyirəm, paltalarını dəyişirəm, yeməyini verirəm, qoyuram tavana. Bunu mən danışmışdım, həmişə mənə maraqlı idi. Niyə tavana qoyur? Və bu günləri cavabını tapmışam. Deyir ki, mən evdə olmuram, heç kimdə yox. Deyir, narahatam, mən evdə olmayanda kimsə gələr anamı narahat eləyər. Ona görə deyir, zəmbildə onu tavanda saxlayıram. Həzrəti Musa deyir, yaxşı. O ki, sənə sonda bir kəlmə nəsə dedi, sən də dua elədin. Nə idi o? Deyir, anam da qəlbini qıra bilmirəm. Deyir, hər dəfə bu işdən sonra, deyir, övladım, Allah səndən razı olsun. Allah Teala səni cənnətdə Həzrəti Musaya qonşu eləsin. Deyir, ana duasıdır da. Deyir, mən də amin deyirəm, qəlbi qırılmasın. Sonrasına bax. Deyir, mən hara, cənnət hara. Hələ cənnəti qoyduq, hətta Həzrəti Musaya qonşu olmaq. Belə bir şey mümkün deyil. Mənim nə əməlim var ki? Sadəcə anamın qəlbini qırmayıb amin deyirəm. Həzrəti Musa deyir, Allah sənin duavı qəbullədi. Deyir, necə yəni? Bilmirəm Həzrəti Musa. Deyir, necə yəni? Sən oradan bilirsən. Deyir, mən Həzrəti Musayam. Allahdan cənnətdəki qonşumu soruşdum. Allah Teala məni sənin yanıma yolladı. Dedi, mənim cənnətdəki qonşum sənsən. Gəlmişəm sənin yanıma. Baxın, ata duası, ana duası insanı haralara aparır. Vallahi billahi. Çox uca məqamlara aparır, insanı xoşbəxt eləyir, bəxtəvər eləyir. Atamıza, anamıza xidmət eləyək. Onların xidmətində duraq, vallah. Elə bugün, elə xütbədən sonra gedək valideynlərimizə ziyarət eləyək. Vallahi billahi. Kimin valideyni sağlı geçsin ziyarət eləsin. Kiminki dünyasını dəyişib, şəraiti var, geçsin ziyarət eləsin qəbrini. Dualar eləsin. Elə mən də sizin dualarınızla inşallah elə xütbədən çıxıb gedin valideynlərimi ziyarət eləyim. Sizlər də gedin. Vallah. Gedin valideyni ziyarətə. Əlindən utanmayın. Quran haqqı utanmayın. Əlindən öpün, ayağından öpün. Can deyin, gözəl sözlər deyin. Onları sevindirin. Onların bir duası ilə Allah bizi o qədər böyük məqamlara çatdırır ki, nə qədər ibadət eləsək o məqama çata bilmərik.